Salam dəyərli müəllimlər. Artinin paylaşdığı sınaq testinin izahlarına nəzər salaq. Texnologiya dərsində şagird konserv bankalarının hazırlanmasında istifadə edilən 0,2-0,5 mm qalınlığına nazik təbəqəli metal haqqında danışdı. Bu məlumat hansı metal növünü xarakterizə edir? Yəni mətndə də verildiyi kimi, dərslikdə də verildiyi kimi, tənəkələrin qalınlığı 0,2-0,5 mm-dir. Sadəcə olaraq burada nəyə diqqət yetiririk? Şagird konserv bankalarının hazırlanmasında istifadə edilən tənəkələr haqqında danışır. Konserv bankalarının hazırlanmasında istifadə edilən tənəkədə ağ tənəkədir. Sxem üzrə uyğunluğu müəyyən edin. Yəni verilənləri variantlarla uyğunlaşdıracağıq. Bir də deyir ki, itləmə bucağı 25-30 dərəcə bucaq altında olmalıdır. 25-30 dərəcə bucaq altında biz standart mətbəx bıçaqlarının itləmə bucağını görürük. Yəni mətbəx bıçaqları 25-30 dərəcə bucaq altında itilənir. Bir də C. İtiləmə bucağının böyüməsi. Yəni verilən 25-30 dərəcə bucaq altından daha böyük bucaq altına biz bıçağı itiləyən zaman nə baş verəcək? Bu zamanda bıçaq kütləşəcəkdir. 2-də A variantı. 3-də tiyənin göyərməsi. İtiləmə zamanı əgər biz görürük ki, bıçağın tiyəsi göyərib, bu nəyin göstəricisi olacaqdır? Bu da metalın möhkəmliyinin itdiyinin göstəricisidir. 3-də də B. 1C, 2A, 3B. A variantı düzgün variantdır burada. Burğulamanın sonunda burğunu deşikdən çıxardarkən oduncağın sınıb qopmaması üçün usta hansı texnikadan istifadə etməlidir? Baxın, burğulamanın sonunda deyirsə, bu zaman biz dayağa olan təzyiqi azaltmalıyıq. B variantı. Dayağa olan təzyiqi azaltmaq lazımdır ki, sonda oduncaq sınıb qopmasın. Usta çox kələkötür olan qalın taxta pəstahın səthini ilk dəfə emal etmək istəyir. O emal payını böyük miqdarda çıxarmaq üçün hansı yonucu aləti seçməlidir? Baxın, kələkötür qalın taxta pəstahın səthini ilk dəfə emal etməlidir. İlk dəfə emal edirsə, bu kobud yonmadan ilkin emalda istifadə olunan aləti soruşur. Sonda isə bizdən yonucu aləti soruşur. Yonucu alət kobud emalda istifadə olunan şerxebeldir. Əgər təmizlənmə aləti soruşsaydı, biz o zaman törpünü götürə bilərdik. Amma bizdən yonucu aləti seçməyimizi istəyirsə, bu da şerxebel olacaqdır. Müxtəlif bucaqları 30, 40, 45, 60, 90 dərəcə bucaq altında pəstahın dəqiq kəsilməsini təmin edən tərtibat necə adlanır? Mişarlanma qutusu. Yəni mişarlanma qutusu ilə biz müxtəlif bucaqları tez və dəqiq formada asanlıqla mişarlaya bilirik. Alman alimlərinin apardığı tədqiqatları istinad edən bir ailə sağlamlıq məqsədi ilə rasionuna qoyun əti əlavə edir. Onlar bu qərarı ilə hansı xəstəlik riskini azaltmağa çalışır? Yəni dərslikdə də qeyd olunub ki, Alman alimlərinin tədqiqatları araşdırmanın nəticəsində belə bir nəticəyə gəlinib ki, xərçəng toxumalarının inkişafını ləngidən qida qoyun ətidir. Yəni demək olar ki, xərçəng toxumalarını məhv edə bilir qoyun əti. Bu da D variantı olacaq. Yəni qoyun əti xərçəng toxumalarının inkişafını ləngidir və yaxud da ki, tamamilə də məhv edə bilir. Həkim allergiyadan əziyyət çəkən və radiasiya fonu yüksək olan zonada yaşayan şəxsə keçi südü məsləhət görür. Bu tövsiyənin elmi əsası nədir? Keçi südü qanda olan immunoqlobulinlərin, radionukleidləri çıxarır. Yəni qədim zamanlardan bəri keçi südündən müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Eləcə də qanda immunoqlobulin biz bilirik ki, qanda olan allergik reaksiyaların göstəricisidir. Radionukleid isə insan orqanizminə mənfi təsir edən radioaktiv elementlərdir. Onların təmizlənməsi üçün keçi südündən istifadə edilir. C variantı doğru variantdır. Mağazada balıq alan müştəri soyudulmuş balıq etiketi olan məhsulun həqiqətən təzə olduğunu necə yoxlamalıdır? Hansı göstərici balığın xarab olduğunu birbaşa sübutudur. Yəni xarab olmuş balığın göstəriciləri hansılar idi? Balığın pulcuqların üstü, rəngi tünd olur. Yəni çirkli boz rəngdə olur. Yəni xarab olmuş balığın qarnı şişir, gözləri içəri batır, pulcuqları tökülür. Elə bir ki, forması qarın hissəsindəki şişkinliyi, gözlərinin içəri batması onun xarab olduğunun göstəricisidir.
Burada da C variantında biz bu xüsusiyyətləri görürük. Qarnın şiş olması, gözlərinin batması, pulcuqlarının tökülməsi. Digər variantlarda məsələn balığın qəlsəmələrinin qırmızı rəngdə olması və xarakterik iyi verməsi bu tezə balığın göstəricisidir. Balığın üzərinə nazik şəffaf bir selik təbəqəsi ilə örtülü olması bu da tezə balığın göstəricisidir. Balığın əzələ qatının bərk olması və sümükləri çox kip şəkildə birləşməsi bu da tezə balığa aiddir. Y-də balığın temperaturunun ətraf mühitin temperaturu ilə eyni səviyyədə olması bu soyumuş balıqdır. Soyudulmuş balıq elə bir ki temperaturu, bədən temperaturunun sıfıra qədər sıfıra qədər soyudulan balığa deyilir. Yəni buzluğa qoyulan balığa deyilir. Soymuş balıq isə bu balığın temperaturu ətraf mühitin temperaturu ilə eyni səviyyədə olur. Bizdən isə soyudulmuş balığı soruşur və soyudulmuş balığın xarab olduğunun göstərən göstəricisi də C variantında qeyd olunub. Cədvələ uyğun doğru yanlışı müəyyən edin. Yəni doğrunun altından doğruları götürürük, yanlışın altından da verilən yanlışları burada götürməliyik. Bilək zərbəsi treşkələrin iti kənarlarının götürülməsi üçün işlədilir. Bir düzdür. Biri götürürük. 2. Polad 45 dərəcəlik bıçaq altına emal edilir. Bu yanlışdır. 60 dərəcə olmalıdır polad. 2-ni götürmürük. Çapmanın sonunda zərbə gücünü zəiflədin. Yəni ümumiyyətlə çapmanın sonunda, boruqlamanın sonunda zərbə zəiflədilməlidir. 3-ü götürürük. 3-də doğrudur. Daha sonra 4. Çiyin zərbəsində qalınlığı 3-5 mm olan metalların çapılması və böyük səthlərin emalı zamanı istifadə edilir. 4 doğrudur, amma yanlışın altındadır. 4-ü götürmürük. Əlvan metallar 60 dərəcəlik bucaq altına emal edilir. Bu yanlışdır. Əlvan metallar 35-40 dərəcə bucaq altına emal edilir. 5-i götürürük, yanlışın altında verilib. Yanlışı götürürük. Kəsmənin keyfiyyətini əlinizlə yoxlamayın. Bu təhlükəsizlik qaydalarına aiddir, doğrudur. Yəni kəsmənin keyfiyyətini əllə yoxlamaq olmaz. Doğru verilib, yanlışın altına doğru olduğuna görə onu götürə bilmirik. Biz doğrunun altına verilən 1-lə 3-ü, yanlışın altına verilən 5-i götürürük. A variantı burada doğru variantımızdır. Leyla kərgahda işləyərkən sapı parçada bərkitmək üçün ilmə üsulundan istifadə etmək istəyir. O sapı iynəyə tək qat keçirib ucunu düyünləyir. Leylanın işində yaranacaq əsas problem nədir? Baxın müəllimlər, burada bizdən problemi soruşur. Yəni Leylanın işində hansı problem yaranacaq? Onu soruşur. Leylanın işində yaranacaq problem C variantında qeyd olunub. Sapın düyünlənməsi parçanın üst tərəfində qabarıq qalacaq. Yəni altdan düyünlənsə də parçanın üst tərəfində düyünlənən hissə qabarıq qalacaq. Amma desəydi ki, Leylanın etdiyi səhv hansıdır? O zaman biz B variantını götürə bilərdik ki, bu üsul yalnız iki qat sapla yerinə yetirilməlidir. Bizdən isə Leylanın işində yaranacaq əsas problemi soruşur. Yəni işində yaranan proses C variantında qeyd olunub. Doğru variantımız C variantı olacaq burada. Masanın ayaqlarını çərçivəyə bərkidən şuruplar yerindən düşür. Təmir zamanı köhnə şurupların yerinə hansı şurup seçilməlidir? Biz bilirik ki, təmir zamanı əgər şurup yerindən boşalıb düşürsə, biz onu diametri daha böyük olan şuruplarla əvəz etməliyik. Yəni D variantında biz görürük eyni uzunluqda, lakin böyük diametrli şuruplarla təmiri edə bilərik. Şagird burğu dəzgahında deşik açarkən elektrik mühərrikinin fırlandığını görür. Lakin burğu bərkidilmiş şpindel hərəkət etmir. Dəzgahın quruluşunu nəzərə alsaq, problem hansı hissədə ola bilər? Yəni mühərrik işləyir, fırlanır, lakin şpindel hərəkət etmir. Burada ötürmədə problemin olduğunu görə bilərik. Yəni qayış ötürməsi qırıla bilər və yaxud da ki, yerindən çıxa bilər. Mühərrikdən işçi orqanına ötürən ötürücülərdir ki, hansı ki, vurğu dəzgahında da bu qayış ötürməsidir. Yəni ötürmə qırılır və yaxud da ki, yerindən çıxıb ki, şpindel hərəkət etmir. B variantı doğru olacaq. Şagird metal çubuğun üzərində pafta ilə yiv açarkən metal yonqarlarının alətin deşiklərindən çıxdığını müşahidə edir. İş bitdikdən sonra o hansı təhlükəsizlik qaydasına əməl etməlidir? Yonqaları əllə təmizləmək olar? Xeyr, olmaz. Bu yanlışdır. Yonqarın
üfürməklə təmizləmək, bu da yanlışdır. Nasaz alətlərlə ehtiyatla işləmək, bu bizim situasiyamıza əlaqəsi yoxdur. Yeyib açarkən əlcək geyinmək qadağandır, bu da yanlışdır. Əlcək mütləq geyinməlidir. Alətləri yonqarlardan süpürücü şotka ilə təmizləmək lazımdır. Yəni metal ilə işləyən zaman yonqarların təmizlənməsi üçün biz metal şotkalardan istifadə etməliyik. Şotka ilə təmizləmək lazımdır. Y variantı burada doğru variantdır. Daha sonra əşyaların görünən üsulla bərkitdirmə vasitələrini uyğunlaşdırın. Görünən üsullar verilib: metal asma dayaq, metal kronşteyn, metal asma. Metal asma dayaq. Dayağı elə biz burada görürük ki, C variantındadır. 1C. Dayaq. Metal kronşteyn. Metal kronşteyn elə bir ki, künclük formasındadır. Düz bucaq altında. Metal kronşteyn. 2-də A. Metal asmadakı B variantında əks olunub. 3-də B. 1C, 2A, 3B. B variantı doğru variantımızdır. Detalların yivli birləşməsinin texniki üstünlükləri haqqında verilmiş fikirlərdən hansı tamamilə doğrudur? Onlar mürəkkəbdir, yalnız xüsusi zavodlarda yığılır. Bu yanlışdır. Birləşmələr sökülməyən daimi birləşmələrdir. Sökülən birləşmələrdir, bu da yanlışdır. Çox sadə və etibarlıdırlar. Asanlıqla sökülür və yığılır. Doğru variantımız budur. Yəni çox sadə və etibarlı bərkitmələrdir. Asanlıqla sökülür və yığılırlar. Yəni boltdur, yivdir, qaykadır, şaybadır. Bunlar sökülən birləşmələrdir və asanlıqla da yığılması mümkündür. Sxemə əsasən mikrodalğalı sobanın müsbət və mənfi cəhətlərini müəyyən edin. Müsbət cəhətləri: yeməyin qızdırılmasının vaxtının qısaldılması. Yəni bu müsbət cəhətlərini 1-2 olaraq qeyd edək. Bu müsbət cəhətə aiddir. A-nı qeyd edirik. Yeməyin donunun açılması tez bir zamanda açmağa kömək edir. Mətbəxdə yer tutması, bu artıq C variantına, mənfi cəhətlərinə aid edirik. Sağlam qida hazırlanması, yəni yağsız qidaların hazırlanması, az yağla qidaları hazırlanmaqla, bu da onun müsbət cəhətidir. D variantı. Əlavə elektrik enerjisi sərf etməsi, bu da onun mənfi cəhətidir. Burada oldu A, B, D müsbət cəhəti, C, E mənfi cəhəti, D variantı. D variantı doğru variantdır. Bişirilən un məmulatlarının rəngi bulanlıqdır. Xəmir acımır, tez qaysaq bağlayır və bişərkən çatlayır. Bu vəziyyətin səbəbi nədir? Əgər biz görürük ki, xəmir yoğurulan zaman rəngi bulanlıqdır, acımır, tez qaysaq bağlayır, bişərkən də çatlayır. Bunlar nəyin göstəricisidir? Xəmirə çoxlu duzun əlavə olunması. Variantlara da baxanda xəmir tamamilə duzsuz yoğurulub, bu yanlışdır. Xəmir həddindən çox şəkər tozu vurulub, bu da yanlışdır. Xəmir həddindən çox duzlu yoğurulub. C variantı doğru variantdır. Yəni əgər biz xəmirə həddindən artıq çox belə deyək, duz əlavə etsək, bu zaman xəmir acıyan deyil, bişərkən çatlayacaq, rəngi bulanlıq olacaq, xəmirin üzəri tez qaysaqlanacaq. Yəni bu yanlış. Doğru olan C variantdır. Yəni xəmirə əgər biz çox duz vursaq, o zaman bu xüsusiyyətləri görmüş olarıq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tərkibində 2%-dən 4%-ə qədər karbon vardır. Yəni 2%-dən 4%-ə qədər karbon vardır deyə soruşur. Bu çuquna aid olacaq. Poladın tərkibində biz bilirik ki, 2%-ə qədər karbon varsa bu polada aiddir. 2%-dən 4%-ə qədər karbon vardır deyirsə, bu çuquna aid olacaq. 2, 1-lə 2 olaraq qeyd edək. Aid olanları orada qruplaşdıraq. 1-də poladdır, 2-də çuğundur. Bu aid edirik çuğuna. B. Sərt, lakin kövrək xassəyə malikdir. Sərtdir, lakin kövrəkdir. Bu da çuğundur. Kövrəkdir. Çünki çuğun kövrəkdir. Sərtdir, amma kövrəkdir. Daha sonra dəmirin karbonla ərintisidir. Dəmirin karbonla ərintisi bu hər ikisinə aid olacaq. C variantı. Hər ikisinə aid olacaqdır. Yəni hər ikisi də dəmirlə karbonun ərintisindən əldə edilən metallardır. Bərkdir, yaxşı döyülür və kəsilir. Bərkdir, yaxşı döyülür və kəsilir. Bu olacaq
poladın xüsusiyyətləri. Bir də D. Maşınlar, dəzgahlar, müxtəlif kəsici alətlər hazırlanır. Maşın, dəzgah, müxtəlif kəsici alətlər biz bilirik ki, poladdan hazırlanır. Bu da olacaq E. 1-ə aid olanlar D ilə E. Daha sonra 2-yə aid olanlar oldu A ilə B. 3-ə aid olan da ikisinin ortaq xüsusiyyəti C variantı. Yəni burada da qırmızı işarə ilə də verilib. C variantı doğru variantımızdır. Laboratoriya müayinəsi zamanı qoyun südünün tərkibində yağ miqdarı 7%. 7% yağ. Zülal isə 5% olaraq ölçülmüşdür. Zülal da 5% olaraq ölçülmüşdür. Bu südün 2 litrindəki yağ və zülalın cəmi çəkisi qramla nə qədərdir? Baxın, zülalla yağ verilib. 7% ilə 5%-ni qeyd edirik. 7-nin üstünə 5 gələndə eləyir 12%. Bir də 2 litrədək süddə yağ və zülalı soruşur. 2 litr süddə bizdə eləyir 2000 qram. 2000 qram. İndi isə biz 2 litr südün 12%-ni tapmalıyıq. 2 litr südün 12%-ni tapmalıyıq. Bunun üçün də biz düsturdan istifadə edərək, hesablamadan istifadə edərək bunu tapmalıyıq. 2000-ni 12-yə vurub 100-ə bölməliyik. Yəni ixtisar üsulundan da istifadə edə bilərik. Məsələn, 2000-dən 100-ü ixtisar edərik. 20-ni də 12-yə vurarıq. Eləyəcək 240. Burada qeyd etsək, ixtisar getdikdə vuraq 12-yə, o da bərabərdir 240 qrama. Yəni 240 qram da C variantında göstərilib. Daha sonra gün ərzində toyuqlara 20-25 qram miqdarda silos vermək tövsiyə olunur. Fermer 100 baş toyuq saxlayır. Tövsiyə olunan minimum normaya əsasən o gün ərzində bu toyuqlara cəmi nə qədər silos verməlidir? Minimum deyirsə, minimum deyəndə biz 20-ni götürəcəyik. Maksimum deyəndə 25-i götürməliyik. Minimum deyirsə, minimum 20-nə hesablamalıyıq. Bunu tapmaq üçün də biz minimum soruşduğuna görə də 20-ni 100-ü vururuq 20-yə. Bərabərdir 2000. 2000-i də biz kiloqrama çevirsək, o da bərabərdir 2 kiloqram. Burada cavabımız 2 kiloqram olacaq. Əgər maksimum desəydi, 100-ü vuracaq 25-ə, daha sonra onu da qrama çeviririk və alırıq cavabı. Bizdən minimum istədiyinə görə gün ərzində toyuqlara 20-25 qram, 20 qram, minimum 20 qram, maksimum 25 qram silos verilir. Və biz bunu 100 baş toyuğa nə qədər verməliyik deyə hesablayırıqsa, 20-ni də vururuq 100-ə, alırıq 2 kiloqram gün ərzində silos verilir. Bir inək hər yemləmədə 3 kiloqram silos yeyirsə, sutkalıq maksimum normanı 18 kiloqram tamamlamaq üçün neçə dəfə yemlənməlidir? Bunu müəyyən etmək üçün nə edirik? Yəni bir inək hər yemləmədə 3 kiloqram, hər yemləmədə 3 kiloqram yem veririk. Sutkalıq maksimum norma 18 kiloqramdır. Yəni maksimum gün ərzində biz 18 kiloqram gündə 18 kiloqram yem verməliyik inəyə. Biz gündə deyir, neçə dəfə yemləməliyik ki, gün ərzində 18 kiloqramlıq yemi inəyə vermiş olaq. Bunu tapmaq üçün də 18-i bölürük 3-ə. Eləyir 6 dəfə. Yəni biz 6 dəfə bir inəyə hər yemləmədə 3 kiloqram silos verəriksə, gün ərzində bir sutkalıq gün ərzində 18 kiloqram silos vermiş olarıq. Yəni 6 dəfə biz gün ərzində inəyə hər dəfə 3 kiloqram olmaqla silos verdikdə biz sutkalıq maksimum normada 18 kiloqram silos vermiş olacağıq. Testlərimiz bu qədər. Ümid edirəm ki, izahlar sizin üçün faydalı olmuşdur.